Salam uşaqlar, hər vaxtınız xeyir olsun. İsmin hallarından 12-ci sualın izahına baxaq. Qələm sözünün adı halda işləndiyini bizdən soruşur. Hansı cümlədə? Qələmin qiyməti çox baha idi. Qələmin qiyməti. Üçüncü növ təyin söz birləşməsi. Birinci tərəfi yiyəlik, qiyməti mənsubiyyət. Nəyin qiyməti? Bu yiyəlikdir. Mən mağazadan qələm aldım, nə aldım, nəyi aldım və ya qarşısına bu artıraq, mən mağazadan bu qələm aldım yox, mən mağazadan bu qələmi aldım. Bu artıran kimi müəyyən təsirliyə çevrildisə, bu qeyri-müəyyən təsirlikdir. Qələm sahibi hər sözü ölçüb biçməlidir. Qələmin sahibi, ikinci növ təyin söz birləşməsi, qələm sahibi. Bu mənsubiyyətdir, bu qeyri-müəyyənlikdir. Onun qələminin, qələm sözün kökü, onun qələmi mənsubiyyət, n bitişdirici qələminin yiyəlikdir. Bu artıq yiyəlik olacaq. Qələmin yaxşı yazır, sənin qələmin yaxşı yazır. Sənin qələmin yaxşı yazır deyə bilirəmsə, artıq buradakı in mənsubiyyətdir. Kök və mənsubiyyətdən də ibarətdirsə, olacaq adı halda. Cavab olur B variantı.